Salam, xoş gördük əziz dostlar. 3 iyun 2026-cı il. İri miqyaslı müharibənin 1-ci Dünya müharibəsi həddinə çatmasına bir həftə qalıb. Yəni bu günləri iri miqyaslı müharibənin 1561-ci gündür. Yadınızdadırsa, iri miqyaslı 1-ci Dünya müharibəsi 1568 gün davam etmişdi. Nəyə görə biz bu müharibələri müqayisə edirik? Ona görə ki, çox oxşar müharibələrdir, səngər müharibələridir, mövqe döyüşləri müharibələridir. Beləliklə, Rusiya Federasiyası heç nəyə nail ola bilmir. Və ümumi müharibənin isə 4487-ci günüdür, əziz dostlar. 5000 bir şey qalmayıb, 4500-ə lap tez yaxınlaşırıq. Və nələr baş verir bu günləri? Niyə Kiyevdə təxminən saat 17:00 oldu az əvvəl, 6-ya işləyib. Bu günləri bildiyiniz kimi Hitlerin doğma şəhəri Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum başlamışdı. Və çox gülməli bir vəziyyət yaranıb. Bilirsiniz ki, bu günləri tezdən mən yazmışdım bunu Facebook'da. Sankt-Peterburqdakı neft terminalı ki, 12,5 milyon ton neft göndərirdi eksporta, həmin o terminal vurulub və gülməli olan da bundan ibarətdir ki, şəhərdə axı qonaqlar var. Ona görə bunlar hava siqnalından istifadə etməyiblər, mülki müdafiə siqnallarından istifadə etməyiblər və birdən-birə Peter əhalisi səsə, partlayış səslərinə oyanıb. Əziz dostlar, bunlar hamısı deyil təbii ki, təkcə deməli, neft terminalları ilə iş bitmir. Miçurinskidə Progress adlanan yaxşı tanıdığımız Rusiya hərbi sənaye kompleksinə, raket texnikasına, mikroelektronika düzəldən zavod da sıradan çıxarılıb. Amma ki, yenə bu hamısı deyil. Bundan əlavə, Baltik dənizində müvəqqəti Raşist imperiyasının hərbi donanmasının karvanına hücum edilib, karvan deyəndə yəni korvet vurulub bir ədəd, bir də başqa bir gəmi. İki gəmi, deməli, hərbi gəmi zədələnib. Bu da deməkdir ki, Rusiya Federasiyası Baltik dənizində hərbi donanma saxlamaq gücündə deyil. Əvvəllər biz danışmışdıq və siz özünüz də bilirsiniz ki, Qara dənizdə Rusiya artıq çoxdan oradan qovulub. Mən deyərdim 2 ilə yaxındır ki, Qara dənizdən Rusiya tərəf rədd edilib və Ukrayna silahlı qüvvələrinin müşayiəti ilə Ukrayna öz eksportunu, o cümlədən dənli bitkilər eksportunu Qara dəniz üzərindən Türkiyəyə edir. Yəni müəyyən bir həddə qədər Türkiyə tərəfə Ukrayna gəmiləri gedir, yaxud xarici ölkələrin gəmiləri. Ondan sonra onları Türkiyə hərbi dəniz qüvvətləri müşayiət edir və bu yadınızdadırsa 2023-cü ildə BMT baş katibi Guterres'lə Prezident Erdoğan'ın arasında aparılan danışıqlardan sonra yaranmış bir vəziyyətdir. Yəni elə gəmilər də getdi, yəni Baltik dənizi, yəni Qara dənizdən getmişdilər, indi Baltik dənizinə Ukrayna tərəf üz tutub. Və işğal altında, müvəqqəti işğal altındakı Krımda Sakiyə hücum edilib. Saki şəhəri var orada. Orada deməli bu raşistlərin, faşistlərin orada deməli bilirsiniz hərbi aerodromu var. Hərbi hava qüvvətlərinin yerləşdiyi hava limanı var və o hava limanına da bu günləri gözəl hücum edilib. Bax, belə əziz dostlar, baş verənlər buralardan ibarətdir. Demək, axşam efrimizdə bu və digər məsələlərdən danışacaq. Dediyimiz kimi, yöndəmsiz Raşist Führerinin toparladığı Beynəlxalq güya İqtisadi Forum ki, güya dünya bunlar sübut eləmək istəyirlər ki, bunlar da Davos'dakı kimi güya kimlərisə yığa bilərlər ora. Amma demək, ora gələn nümayəndə heyətinə baxanda da oradan da gülməli bir şəkil alınır və bu gülməli şəklin o
komediya hissəsinin bir hissəsində dediyim kimi Ukrayna Silahlı Qüvvələri ora atəş açıblar və bu ağıldan kəmlər insanları qorumaq əvəzinə güya ki, heç kəs bilməsin ki, belə bir hadisə baş verir. Yəni, Sankt-Peterburg neft terminalına hücum edilib. Bir də təşkil edirəm. Həcmi 12,5 milyon ton. Bu, kiçik rəqəm deyil, dostlar. Elə ona görə bugündən Moskvada və Peterdə neft, daha doğrusu yanacaq məhsullarının qıtlığı başlayıb. Bunu da biləsiniz. Bununla bağlı günorta bizə artıq, necə deyirlər, inandığımız öz mənbələrimiz xəbər verdilər ki, artıq belə bir ənənə var. Artıq bütün yanacaq doldurma stansiyalarında hər çeşiddə yanacaq yoxdur. Yəni bunu tanıdığım, yaxından bildiyim, etibar etdiyim bizim dostlarımız məlumat göndərdilər bu günləri. Bax belə, yəni bu kəmsavadlar ki, güya qonaqları bilməsinlər ki, güya hücum olub, onu necə bilməsinlər? Peterin üstün qara bulud alıb. Zarafatdır, ben danışacağım sizə. 37 hektar əraziyə hücum edilib. Orada hardasa dəqiq rəqəmləri sizə deyərəm, məndə var. Deməli, onlarla çən orada rezervuarlar, yəni çənlər doludur. 50 ton, 50, nə bilim, 1000 tonluq, 100 min tonluq, böyük çənlərdə, yəni çox yekə çənlər orada doludur. Onların bir neçəsi yanır və Peterin üzərini qara bulud tüstüsü götürüb, qara tüstü götürüb. Bunu necə gizləmək olar ki? Bunlar qanmırlar ki, smartfon dövründə nəyisə gizləmək, internet dövründə gizləmək mümkün deyil. Ya da ki, elə qonaqlar pəncərədən görürlər də. Bax, belə bir anormal düşmənlə vuruşuruq biz, biləsiz, dostlar. Amma narahat olmayın. Axır-axırlarıdır, bunu mən deyim. Və xahiş edirəm, axşam efirimizdə yaxından iştirak edin. Deyə biləcəyimiz rəqəmlər çox olacaq. Çünki mənim elə yadımda ofisdə eşitdiklərim, dostlarımızın dediklərini dedim sizə. İnşallah axşam, deməli bu toplanmış nəticələrin hamısını sizə sadalayacağıq və o cümlədən Ukrayna Silahlı Qüvvələrinin döyüş bölgələrindən, uğurlu əməliyyatlarından bağlı sizə danışacağıq. Allah korusun. Təxminən Bakı vaxtı ilə saat 10-da, yəqin ki saat 10-da, amma 5-10 dəqiqə o tərəf olsun. Bundan da nigaran olmayın, təşəkkür edirik ki bizim yanımızdasınız və əmin olun əziz dostlar, Rusiya müharibəni uduzub. Qalıb indi bizim onu, necə deyərlər, sənətləşdirməmiz. İnşallah o da baş verəcək, heç nigaran olmayın. Dinc insanların üzərinə bomba atmaqla müharibə udmaq mümkün deyil. Bunları siz məndən də yaxşı bilirsiniz. Sağ olun, salamat qalın əziz dostlar. İnşallah axşam görüşəcəyik. Hələlik. Bakı vaxtı ilə saat 22:00-da. Unutmayın.